Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve salatu ve selamu ala nebiyyina Muhammedin ve ala alihi ve sahabetihi ecma'in. Rabbi şrahli sadri ve yessir emri ve hlul uqdeten min lisani yefqahu qavli. Amma ba'd. Muhterem qardaşlarım, mən öz məsul sizə Allah Taala'dan haqq təqvasına qorxmağı nəsihət edirəm. Çünki təqva Allah Taala yaxınlaşdıran ən böyük amillərdəndir. Çünki qul Rəbbindən qorxduqca ona qarşı səmimiyyəti, ona qarşı onun ibadəti çoxalar. Əgər qulun Allah Taala'dan olan qorxusu azaldıqca isə Allah Taala'ya qarşı onun ibadətləri azalar və Allah Taala'nın haqqında, hətta onun qədərində, hətta onun həyatında Allah Taala'nın ona imtihan olaraq qoyduğu şeylərdə də belə Rəbbin haqqında pis zənn olar. Və bir müsəlmanın güclü, qüvvətli olması üçün və bir müsəlmanın dinində sabit olması üçün məsələlər var. Və o məsələlərdən biri də qardaşlarımız insanın öz qardaşları ilə səmimiyyətini qoruyub saxlamasıdır və qardaşlıq qiymətidir. O gün istəyirəm az da olsa sələflərin qardaşlıq haqqında, qardaşlığın mühümliyi haqqında olan bəzi məsələlərə toxunmaq istəyirəm. Hansı ki, təəssüf olsun ki, zamanımızda, təəssüf olsun ki, günümüzdə yəni bu problemlər yaşanılır. İbrahim Ən-Nəxəi rahimehullah buyurur ki, hansısa bir qardaşınla aranda olan münasibətlərdən danışır. Hansısa bir qardaşının aramızda olanlara görə qardaşlıq kəsib ondan hicrət eləmə. Ola bilsin ki, o bu gün günahkardır və sabahsa günahından qayıdacaq. Və necə görürsünüz qardaşlar, hansısa bir günahkar və hansısa bir asilikdə eləyən müsəlman qardaşı icazəli deyil ki, sən anında kəsəsən və atasan. Çünki o bir gün tövbə eləyəcək və bir gün qayıdacaq və sonra sən sabahların onunla qardaşlığı bərpa eləmək istəyəndə alınmayacaq. Və həmçinin bunun əksi asilərlə və fasiqlərlə də daimi dostluq etmək olmaz. Necə ki, sələfin yolundandır ki, və necə o sələflər də bu yolu Allah Taala'nın öz kitabından götürərdilər və Allah Taala öz kitabında buyurardı ki, ümmətən vəsata, orta ümmət, yəni xeyirdə orta ümmət. Şər və xeyrin ortasındakı orta ümmət yox, xeyrin içindəki orta ümmət yəni. Necə bəzi firqələr görürsünüz, təəssüf olsun ki, son zamanlarda deyirlər ki, orta yol tutmaq lazımdır. Amma onların dedikləri orta yol hansı orta yoldur? Sünnə və bidətin ortasındakı orta yol. Amma sünnə və bidətin ortasında orta yol yoxdur. Orta yol sünnənin ortasında olan orta yoldur. Və həmçində İmam Hakim rahimehullah deyərdi ki, ondan soruşanda ki, sənin üçün qardaşın sevimlidir, üstündür, yoxsa dostun? Və deyərdi ki, o qardaş ki, mənə dostdur. O qardaş ki, mənə dostdur. Həmçinin sənə dost olan, dostluq nə deməkdir qardaşlar? Dostluq, qardaş, ən uca bir kişi ilə kişinin, qardaşla qardaşın arasında olacaq ən üstün məqamdır, ən üstün zirvədir, ünsiyyət baxımından. İnsan nə zaman dost ola bilər? O zaman ki, ondan yalnız xeyir gələr və səndəki şərrin kiçiyinə qədərinə də olsa səndən uzaqlaşdırmağa çalışır. Və İmam Hakim rahimehullah buyurardı ki, o dost ki, o qardaş ki, mənə dostdur. Ən xeyirlisi mənim üçün odur. Həmçinin Fudayl rahimehullah buyurardı ki, qardaşın üzünə baxmaq, yəni ehtiramla, xeyirlə, təvazökarlıqla, rəhmətlə bir müsəlmanın qardaşının üzərinə baxmaq ibadətdəndir. Necə ki, onun əksi. Ona görə şəriət bizə bir tərzi qoyub, bir ölçü meyarı qoyub. Bu ölçü meyarını müsəlman həyatına tətbiq edəndə artıq xeyir eşidəndə onun əksi şərri başa düşür. Necə ki, həmçinin, necə ki, Fudayl rahimehullah buyurdu ki, müsəlmanın müsəlman üzərində xeyirlə baxması ibadətdir. Necə ki, müsəlmanın müsəlmana zərər niyyəti ilə baxması günah olduğu kimi. Çünki hər bir zərər baxışdan başlayır, hisslərdən başlayır. İstəyirsən o zərər eləməyi, o ziyan vurmağı istəyirsən, sonra ziyan baş verir. Necə ki, Allah Taala kitabında nə buyurur? Demir ki, zina eləməyin. Altta deyir, "Lə təqrabu zina." Zina yaxınlaşmayın, və yaxud da baxmayın, və yaxud da zina yapan yollara meyl etməyin. Allah Taala zina etməyin deyə qadağan etmədi ki. Allah Taala zaten etmək yox, ona aparan yolları qadağan edir. Çünki ona aparan yollara sən düşsən, günahı eləyəcəksən. Və həmçinin bir müsəlmanın bir müsəlman üzərinə zərərlə baxması, zərərlə ona yaxınlaşması artıq ona pislik eləməsinə bir maneə törətməyəcək. Ona görə qardaşlar, sələflər qardaşlıq barəsində, qardaşlığın olan mövqeləri barəsində olan məsələlərdə titiz davranarlar. Çünki qardaşlıqda olan nemət, qardaşlıqda olan xeyirlər demək olar ki, başqa ibadətlərdə, ünsiyyət ibadətlərində demək olar ki, azdır. Və yaxud da çox hərdən təsarruf oluna bilər. Çünki qardaşındır səni
əmr eləyən. Çünki qardaşın səni zərərdən çəkindirən. Çünki ola bilsin ki, sənin ailən sənin çöldə hansı zərərlə görməsin. Ola bilər ki, bir insan gizlətsin hansısa bir bidət əhli ilə oturmasını öz ailəsindən. Və onun həyat yoldaşı və yaxud da öz atası və yaxud da hətta doğma qardaşı onu bilməsin. Amma ətrafındakı daimi qardaşlara onu biləcəklər. Ona görə onlar səni nəsət edə biləcəklər. Amma sənin daimi ailəvi içində olan insanlar ola bilsin ki, onu görməsin. Necə ki, sənin ailəvi içində olan xətaları çöldəkilər bilmədiyi kimi. Ona görə də qardaşlıq, Allah Taala'nın bizə əmr etdiyi bu qardaşlıq, yəni din qardaşlığımız Allah Taala'nın bizə verdiyi böyük bir əmanətdir. Və o şey ki, o əmanət ki, Allah Taala bizə o əmanəti yükləyibsə, o da şərəfdir. Və şərəfli, Allah Taala'dan gələn şərəfli bir əmanəti pozmaq olmaz. Və onu da pozan amillərdəndir. Saydığımız bəzi şeylər çox az. Saydığımız şeylər o əmanəti pozur. Və həmçində keçən məclislərdə buyurduğumuz kimi, keçən məclisləri yad etdiyimiz kimi, müsəlmanın pis ləqəblərlə bir-birini çağırması və xüsusilə də bu son dövrümüzdə bu şeylər görünür, təəssüf olsun ki, müsəlmanlar bir-birləri hansısa videolara, YouTube'da, nə bileyim, internetdə hansısa videolar görürlər, adını qoyublar zarafat, amma əslində qalanda istehsa ediyorlar. Lağ eləmək. O şeylər bir-birlərini tətbiq edirlər. Amma sələflər bunu eləməzdir. Sələflər xeyirli sözlər öyrənərdilər və qardaşları ilə görüşəndə o xeyirli sözlərlə qardaşlarını çağırarlar. Yəni dillərindən yalnızca xeyir çıxsın deyənə. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm mömini vəsf edəndə mömini hansı şeylə vəsf elədi? Nə dilindən, nə də əlindən ziyan verməyən. Təkcə zərər əldən gəlmir ki. İnsan dili ilə, danışığı ilə, hətta ola bilər ki, xeyir danışsın, zənn etsin xeyir danışmağını təbii ki. Ola bilər xeyir danışmağını zənn etsin, amma danışmağı zərər idi. Necə ki, Peyğəmbər sallallahu əleyhi və səlləmin yanında bəzi sahabələr səslərini qaldırıb, xeyir üçün səslərini qaldırmışlar. Hansısa xeyri münaqişə etmək üçün, hansısa bir xeyri aralarında haqq olan bir şeyə çatmaq üçün Allah Rasulunun yanına səslərini qaldırmışlar. Və səslərini qaldıranda məqsədləri də Allah'a və Rasuluna xəyanət deyildi. Və yaxud da Allah'a və Rasuluna qarşı asilik deyildi. Amma baxmayaraq ki, niyyətləri yaxşı olsa da Allah Taala qadağan etdi. La tərfəu və la tərfəu asvatakum fəvqə savtin nəbi. Allah Taala əmr etdi onlara. Peyğəmbərin səsindən yüksək səsinizi qaldırmayın. Ona görə hərdən insanın hətta xeyir istədiyi halda belə zərərlərə düşməsi labiddir. O zərərlərdən də səni çəkindirən, o zərərlərdən də, o problemlərdən də, o ixtilaflardan da səni çəkindirən sənin qardaşların olacaqlar. Çünki onlar səndən onu görəcəklər və səni nəsihət edəcəklər. Və sənin qayıtmağın üçün, sənin islah olmağın üçün artıq sənə yardım edəcəklər. Və budur qardaşlığın mühüm yolu. Ona görə də fikir verirsinizsə qardaşlar, şeytan ən çox insanı ən çox iki şeydən yaralayır. Ya onun öz həyat yoldaşından, zövcəsindən, ya da qardaşlarından. Əgər həyat yoldaşından, zövcəsindən, yəni insan öz qadınından, öz xanımından şeytan onu uzaqlaşdırsa, artıq ailənin içi dağıldı. Evin içi də, şəxsi həyatı dağıldı. Əgər şeytan müvəffəq olsa onu qardaşlarından uzaqlaşdırsa, qardaşların arasında fitnə salsa, onun zahiri həyatı, çöldəki həyatı dağıldı. Əgər bir insanın şəxsi həyatı dağılsa, çöldəki zahiri həyatı dağılsa, o insan nəyə qaldı ki? Heç nəyə qalmadı. Onun nə xəta eləyəndə evində onu nəsihət eləyən bir insan olacaq, nə də çöldə onun xəta eləyəndə səhvlərini söyləyəcək bir yanında dostu, tanışı, qardaşı olacaq. Artıq şeytan istədilən ayrı olur. Artıq o qalacaq tək. O cəmaat ola bilmədi artıq. Əgər o cəmaat ola bilmədisə, şeytan onu istədiyi tərəfə yönləndirəcək. Muhammed sallallahu aleyhi ve sellem buyurdu ki, Peyğəmbər sallallahu aleyhi ve sellem bir düz xət çəkərək, o düz xəttin ətrafında əyri xətləri çəkdi, qardaşlar. Yəni şeytanın vəsvəsə verdiyi yolları. Diqqət yetirin, o düz xəttin ətrafında xətləri çəkdi. Peyğəmbər sallallahu aleyhi ve sellem düz xətti çəkdikdən sonra əyri xətləri başqa tərəfləri çəkmədi. O düz xəttin ətrafında çəkdi. Artıq bir insanın evinin içi məhv olsa, çölün qardaşlarıyla arası məhv olsa, artıq o bilməyəcək əslən düz xətt hansıdır. Artıq şeytan ona hər bir düz xəttdə, hər bir düz xəttin ətrafındakı əyri xətlər də hamısı düz xəttdə bitişi idi. Allah Rasulunun çəkdiyi, yəni bir hissəsi dindən idi. Bir hissəsi dindən, məsələn riya, riyakarlıq. Riyakar bir insan fikir ver, ibadətdən, Allah'a etdiyi ibadətdən də özünü insana göstərir. İnsanlara etdiyi ibadətlə yox. Demək bir hissəsi dindən idi. Məsələn, bu biri idi. Və yaxud da başqa günahlar.
Nə qədər günahlar var ki, qəsd olunan Allah Taala'nın dinidir, amma sən demə əyri xəttlərdə idi. Sən demə o həmin adam əyri xəttlərin üzərində idi. Və sənin əgər ətrafından qardaşların olmasa, sənin nəsiyyət elmlərin olmasa, yəni sən nə biləcəksən, sən o düz xəttin üstündəydin, Allah Rasulü necə ki vəsf etdiyi kimi, yoxsa Allah Rasulü vəsf etdiyi, çəkdiyi, əli ilə çəkdiyi, yoxsa əyri xəttlərdən. Ona görə qardaşlıq böyük neymətdir. Bu bir qısa xatırlatma idi qardaşlarım, təbii ki. Bu hamımızın bildiyi bir xatırlatma idi. Sadəcə xatırlatmaq möminlərə fayda verir. Hətta xatırlatmaq hərdən kafirlərə də fayda verir. Əgər bu xatırlatmaq kafirlərə fayda verirsə, möminlər necə fayda verməyə bilər ki? Ona görə müsəlman cəmaatda olmalıdır. Müsəlman öz qardaşları ilə arasında olan münasibətlərini düzəltməlidir. Yaraşmaz bir sələfə, yaraşmaz bir Allahdan qorxana ki, qardaşları ilə arasında kiçik şeytanın vəsvəsələrindən aralarına düşmənçilik düşsün. Və təəssüf olsun ki, çoxdur. Az deyil. Təəssüf olsun ki, qardaş qardaşı görə düzgün sevilməz. Qardaş qardaşı gələndə əlini soyuq tutmaz. Qardaş qardaşı görəndə halını, keyfini soruşmadan, səhətini soruşmadan ayrılmaz. Amma bugün təəssüf olsun ki, qardaşlığın zəifləməsi nəticəsində bu şeylər yanır. Və baxın həmən o qardaşlara, həmən o soyuqlara, həmən o nifrət dolu, qəlbində az da olsa nifrətdən paylanan qardaşlara baxın, hələ sən külək onları tərpədir. Hələ olan Allah'a şükür etsinlər ki, Allah Rasulundan sonra, Allah Rasulunun vəfatından sonra gələn fitnələri, xavariclərin fitnələri həmən vaxtlarda, həmən dövrlərdə yaşamayıblar. Vallahi əzəmətli fitnələr idi, böyük fitnələr idi. İnci kiçik fitnələr onları tərpədir. Əsən küləklər onları tərpədir. O ki qalmışdı, Allah Rasulü vəfat edəndən sonra sahabələrin başına gələn fitnələrin dövründə yaşasaydı müsəlmanlar necə olardılar? Bunlar hamısına nə gəlir qardaşlar? Müsəlmanın qardaşlıq neymətini, Allah Taala'nın qoyduğu bu şərəfi şərəf olaraq öz üzərində saxlanmasından gəlir. Çünki Peyğəmbər sallallahu əleyhi və səlləm nə buyurdu? İnsan xeyri özünü istəməlidir. Və özünə xeyir istədikdən sonra o xeyri öz qardaşları üçün istəməlidir. Hərdən görürsən ki, özünə xeyir istəməyənlər var. Özünə xeyir istəyə bilməyən bir müsəlman, özünə xeyir istəyə bilməyən bir qardaş, öz qardaşları üçün hansı xeyir istəsin axı? Mümkün deyil. Çünki əgər fitrət pozulubsa, başqasına xeyir toxundura bilməz. Və Allah Rasulü Muhammed sallallahu əleyhi və səlləmin çəkdiyi o düz xətt var, hansı ki, vəsf etdiyi. O düz xəttə çıxa bilməyəcək. O əyri xəttlərdə qalacaq. Hansı ki, elə biləcək ki, o dindədir. Hansı ki, elə biləcək ki, xeyir içindədir. Amma bir insanın, bir müsəlmanın xeyir içində olmağının dəlillərindəndir ki, onun ətrafına xeyir əhli yığılar və xeyir üzərində sabit olmağının dəlillərindəndir ki, şər əhli, bidət əhli, fisq əhli, küfr əhli, şirk əhli ondan uzaqlaşar. Əgər bugün bil ki, fasiqlər, günahkarlar, səni özünə dost, danış bilirsə, səni özlərinə qardaş bilirsə, səni özləri kim görürsə və əmin ol ki, sən xeyir əhlindən deyilsən. Çünki onlar səni özləri kim görürsə, o mümkün deyil ki, sən onlardan olasan. Amma əgər yox, xeyir əhli səni özlərinə qardaş bilirsə, xeyir əhli səni özlərinə mehriban, yaxın bilirsə və əmin ol ki, sən xeyir əhlinin içindəsən. Ona görə də qardaşlar, bu qardaşlığı neymətini qoruyub saxlamaq lazımdır. Əgər bu neymət qorunub saxlanılmasa, bizdən alınacaq. Necə ki, Allah Taala bizdən əvvəlki ümmətlərdən aldığı kimi, onlardan neymətləri aldığı kimi və bizdən bu neymətləri alacaq. Və Allah Subhanahu wa Taala o neymətləri alsa və biz olacağıq məhrum. Allah Taala'nın bizə şərəf olaraq göndərdiyi bu qardaşlıq neymətini artıq əmanətin sahibinə qaytıra bilməyəcək. Və sahibi də Allah Taala'dır. O sahib ki, qiyamət üçün onu soruşacaq. Bu qədər qardaşlar, əmzin Allah bilir təbii ki, bu eşitdiklərimiz idi, bildiklərimiz idi. Sadəcə ümid edirəm ki, az da olsa faydalı olar. Əmzin Allah bilir. O subhanəkəllahumə bihamdik. Əşhədu ən la ilahə ilə ənt. Əstəğfirukallahu və etûbu ileyk.